lift ödəməliyik. Bayaqdan şey var, liftdə şey var. Hədə liftin içində yox. Bakıda bu qıraqlarda şey var. Ödəniş portalları. Birdən çox baxa bilərsən liftin içində arısa var. Liftin içində? Hə, deyir elevator qapılarını yazmışdı. Tamam ya. Birimiz 18 sizin sanırı. 35 qat var. Nə qədər qazancın olur indiyə qədər? Bunu oynamamışam. Ofislərdə mən maksimum 50 qoy 100 götürmüşəm, sonra növbəti gün onu uduzmuşam. Bitcoin yoxsa Gəmidə olur. Amma məsələn, Kurtlar Vadisində var ya şey, bunu danışım kameraya yoxsa var. Məsələn, Kurtlar Vadisində Polat Dayandar oynayır Udure ilk o qumarxananın açılışı zamanı. Orada o yaşıla qoyur, yaşıl sıfıra və yaşıl sıfır gəlir. Onun gəlib birbaşa rəqəmi və rəngi o özü ki, hara düşəcəyini tapdığı üçün, o seyri tapdığı üçün o çakır çalışır nə istəyirsən, 35 qatını verir. Çünki ona 35 qat verməlidirlər. Ki, qazancı odur. O deyir 35 qat daha da dəyərləndir. Təsbihini götürüb gedir. Tesbihinin değeri nedir Can Polat? 35 katını ödeyelim. 35 kat daha değerli. Eyvallah. bu qədər məlumatım var amma oyun oynayamıyorsun. Param yox. Oo. Təsbihini oynaya bilərəm. Artıq kruzə gəlib çatdıq. Buradan isə biz board elədik həmin şipə və biraz vaxt aldı çünki gec gəldik. Ona görə sıra da çox idi, amma ümumən yaxşı oldu. Bizim əsas səyahətimiz Miami'dən Haiti adalarına olacaq idi. Sadəcə təhlükəli olduğu üçün şirkət bizim səyahətimizi Turks and Caicos adalarına dəyişdi və bu daha bahalı bir trip olduğu üçün bizim üçün çox yaxşı da bir xəbər oldu. Ən ucuz biletlərdən birini aldığımıza görə isə ümumən otaqla bağlı o qədər də bəxtimiz gətirmədi. Çünki bu gördüyünüz kadrlarda biz 30 dəqiqə vaxt itirdik ki, otağımızı tapa bilək. Bilirdik ki, ikinci mərtəbədədir, amma necə ora çatacağıq bilmirdik. Çünki ikinci mərtəbədən ora direct yol yox idi. Sonra öyrəndik ki, biz otağa çatmaq üçün ilk 4-cü mərtəbəyə qalxmalıyıq. Daha sonra bu gördüyünüz yolları keçməliyik. Yəni bir növ gəminin tam əks tərəfinə gedirik. Oradan isə artıq liftə minib 2-ci mərtəbəyə düşəndən sonra isə otağı tapa bildik. Nəhayət ki, tripimizin əsas məqsədinə gəlib çatdıq. Miami'nin cruizi Turks and Caicos'a gedirik və gül kimi otağımızdan nə çıxdı? Nə çıxsa yaxşı olar. Belə bir kart. Bu da o biri anonim şəxsin kartı. Məlumatdan var ya. Növbəti kəndi sən indirimdə atır. Gold member olsan, Ha, sən onu gətirmək istədin keçən dəfə. Mən gold memberam olsun. Yo, indi deyilsən də texnik olaraq. Texnik olaraq nədir? Come on. Sən bu sənin Ayda, mən muscle-ları Bunun boş-boşuna tutmuyor ya. yığmamışam. Bunun internet tutmur. Mən çıxmayam çələkin internet tutsun o. Çöldə internet tutur. O bax golden man. Onda başladım bir dənə şey. Tualeti bir dənə çəkək, tualeti çəkək.
Aydın, 3 tane bir təsdiq alır, ama yenə də 13 tane açma olur, getmək olur. Bu yazı kəlməsi var, bir də kültürü var. Gedə görək başqa nələr var. Ondan çəşən artıq var, mən bir düşən şeyim. Etapan tamamlayaq. Etapan nə deyə mən... Bir şey də nəzərə almaq lazımdır ki, bizim əsas dərslərimiz qalıb, biz gəlirik istirahətə 2 nəfər. İndi... Mən diplom işimi özüm seçmişəm. Hə, mən də seçmişəm, başlamamışam, amma bir abırsıq olmasa yaxşı olar. Artıq gecə yarısıdır. Yuxarıda çox qəşəng mənzərə var. Tez qaçdım ki, kameranı götürüm çəkim. By the way, burada da figuran dəyişiblər. Köynəsini saxladıq ki, yanbayın olsun. Dəyişdilər təəssüf ki. İndi əsas gedək videoya baxaq. Çox gözəl mənzərə var. Artıq səhər saat 6-dır. Sunrise-a, günəşin çıxmasına daha yaxındır. İndi çalışacağım yaxşı şəkildə göstərim. Bu da Atlantic Ocean. Minən 1 saata artıq Turks and Caicos adasını satırıq. İndi səhər tezdən durdum ki, Sunrise-i çəkə bilim. Düzdür, buludlar bağlayır, amma çalışacağım bu best view-nu capture edeyim. Qabaqda balaca torpaq görsənir. Böyük ehtimalla gedəcəyimiz yer oradır. Yəni Turks and Caicos adası oradır. Görək necə olur. Gəmidən düşəndən sonra biz Turks and Caicos'un turistik eriyasına gəldik. Burada da əslində çox bir şey yoxdur. Yəni gördüyünüz kimi bir tərəfdə marujna satırlar, digər tərəfdə əksəriyyət suvenir shoplardır və kafelərdir. Bir dənə də basseyn var idi. Basseyn o qədər də yaxşı deyildi sözdən sonra, çox dayaz idi. Amma əsas burada olan onsuz sahildir. Gördüyünüz kimi çox qəşəng bir mənzərəsi var və balıqlar falan da çoxdur. Əslində çox şey çəkmişdim, sadəcə nə qoyacağımı tam bilmədim. Bir dənə bu maraqlı kadr var idi. Emil dostumuz suyun içinə dive etmək istədi okeana, amma bir də gördük ki, yəni dive etmək istədikcə, cəhd elədikcə yavaş-yavaş yuxarı qalxmaya başladı. Sözün açığı başa düşmədim tam nə etmək istəyir. Bəlkə də
əsas məqsədi bu idi ki, yuxarı qalxsın. Bilmirəm, əgər bu videoya baxırsa, zəhmət olmasa şərhdə qeyd eləyər nə eləmək istədiyini. Çox maraqlı və cürbəcür balıqlar da var idi dediyim kimi, amma yəni o qədər də təhlükəli balıqlar da yox idi. Yəni özləri üçün fırlanırdılar. Ondan sonra getdik kafedə yemək yedik, biraz istirahət elədik, daha sonra yollandıq adanın mərkəzinə və mərkəz dedikdə çox super bir yer olacaq deyə düşünmüşdük, amma tamamilə fərqli bir mənzərə ilə qarşılaşdıq. Yolculuğumuz da indi belə gedir. Pul verməmiş indi. Ay səni, ay səni. Haydi kapalı gibi kanka. Yoxdur da, yoxdur. Sen dün niye bakıyorsun? Orada bakarım şey yani. Yox, mən demədim, mən dedim ki, al. Yalan diyor hürmetli tanıyorsun. Bu boyda gözəlliyi buraxıb gedib universitetdə dərs oxuyasan. Hə, dərs vaxtıdır. Bu diyen adam gəmiyə ilk günü dekdə də okurdu. Machine learning okurdu. Çalışdım, amma alınmadı. Ama Gözəlliyə bax, gözəlliyə bax. Sən çəkilir, qıradan çəkilir, gözəlliyi pozursan. Qıradan çəkilib ortaya gəlin. Masajı gönlü oxşuyur. O yaxınlıqdır. Ceyran vatan tərəflər yoxdur. Hani bilim kənd daha maraqlıdır, nəinki bura. İndi görək də, indi maraqsız yollardan gedirik maraqlıya. Masallı kəndi, buradan qat-qatına, yanında okean olsa Masallısın kəndinin. Yəni daha maraqlı bir yerdir. Amma belə də adında Türk var deyə biz də Türk olaraq gəlmişik bura. Grand Türk. Böyük türklər olaraq. Amma yəni çox da belə gözlənti bizi qarşılayan bir şey olmadı, amma fərqli bir təəssüratlar əldə edirik. Fərqli bir təcrübə. Okean zor idi, demək ki, adadan aşdı. Adadan aşdı. Adanın həyat gördüyümüz hissəsi bizim kənddən daha pisdir. Bizim kəndin yolları asfaltdır. 5-in yarısı şeydə olmalıyıq, gəmidə. 5-in yarısı gəmi tərpənir, orada olmalı deyilik. Saat 4-də gəmidə olmalıyıq ki, 5-in yarısı gəmi tərpənir. Gəmini buraxsaq okeanın ortasındayıq. Buradan ən azından Miami necə qayıdacağıq onu bilmirəm. 50 nəfər, neçə nəfər subscribe var idi? 50 nəfər view var idi, hə desən? 12 view var idi. 12 subscriber var. 18-i bizim mənzildir. Yaxşı, Cavid istəyir ki, buranı çəkək. İzləyicilərin kiçik görən bir yayıncı deyək düşlüyündə. Nəysə, saat 2-dir ki, bizi buraxdılar random bir qəsəbədə. İndi 45 dəqiqə vaxtımız var ki, qayıdaq. Gəbdən bura gedək. Burada yalandan gəzirik. İnternetimiz də yoxdur ki, bilək nə hardadır, haranı görmək olar. Çünki böyle həqiqətən kəndskoy yerlərə oxşuyur. İndi uşaq hardadır, balaca uşaqdan tapaq. Bitirməyək də onu. Gəl görək. Bizi gətirən soldaydı. İndi bu Turks and Caicos UK-in altındadır deyə. Maşınların əksəriyyəti də burada, rulları sağdandır. Sənkərin yan sağda göstərər, bilirlər buraları. Yanında Türk var deyə Sənin üzündən damsın. Solda. Demək olar ki, buranın edamısını suvenir eliblər. Ki, gəlib bizi başımıza allatsınlar. Uyuda, nə qədər ağacı qanat var burada. Gedək sağa da, internet də yoxdur həqiqətən. Bilmirsən, neynəsən. Görək, burada nə var? Welcome to Narod. Welcome to West Road. Wow. Bura şey oxşamır. oxşamır, yox. Kətdəki Yox. bağ ağaclarına. Yox, bağ ağaclarına oxşamır. Nəyinə oxşuyur? Nə ağacına oxşayır? Bağ ağacı deyə bir şey yoxdur. Nə var? Meyvən olur, meyvənin ağacı olur. Nar ağacı olur. Burada bağ ağacı var. Albal ağacı olur. Bağ ağacı. Heç nədən başın çıxmır, adam öldürəsən efendim. Mən bağda istədim gedərsən bağını şeydim. Yaxşı işləməmsən də. Bura biraz bir Far Cry'dan çıxmış bir şeydi, yerdi. Qəribə. Biraz geçsək bizi saxlayıb açılar gölə, heç tapamayacaq. Biz biraz getməydik onu da.
Ona çox girəcəyik biz. Aysa, çox Çünki qaydını gedək. çatda bilmirik. Aysa. 45-də orada olmayıq. Ha, yolu da yadda saxlamaq lazımdır ki, bazacağıq. Götə bilməyəcək. İşləyir mikrofon. Telefonum işləyir amma mikrofon işləyir. Cavid bəyin aurası olmadığı üçün qorxur ki, yolu itirər. Sən hər getdin addında arxaya bir dənə çörək görüntüsü qoy. Ehtiyac yoxdur. Mənim fotoqrafik zəkam çox irəli olduğu üçün. Sən güvəni bura Bir dəfə gəldi. getdiyim yolu yaddan Sənə güvəni bura gəldi, izayını çıxardın hər şeyin. Bir dəfə getdiyim yolu yaddan çıxartdım. Ha. Buranın da elit maşınlardan olan Ferrari. Səhərdən də maşınlara da baxıram, yəni bu maşınların şüşələri də yoxdur. Burada cavan uşaqlar balıq tuturlar. Burada qarmaqları var. Qazi qardaşımıza qarmaq aldı. Nə desən var da, nə desən var. Bir növ hər cür var. Bana bir sansür qoydu. Böyük ihtimal çaldı. Özün qoydun da da. Böyük ihtimal sansür qoyacaq. İndi mənə belə Sən qoydun da. qəzlighting eləməyə çalışıram. Mən sözü axır kimi dedim. Ha. Səs deformalar dedim, amma solda başaq var. Random yerdə bu skuter nə məcburdur Başaq da. var, şey. Nə var? Başaq. Başaq nədir? Topdan satış market. İndi burada görəsən çəkilişə icazə var, yoxsa? Xalça yoxsa var. Xalçanın üstündə çıxmadığı müddətcə çəkə bilər, amma xalça ilə mikrofon və kamera getmir. Görə indi dəyərli izləyicilərə kontekst verək. Amma danışdığı sözə bir qəpik kontekst düşmür. Bəli, görək marketlərdə nələr var. Good afternoon. Yaxşı ki, haytə düşməmişik. Sən buralara gəlsəydi, ölmüşdü. Bizim o məşhur əcdadlarımızdan burada var. Bunun qiymətləri eynidir, görəsən qiymətləri. Daha ucuz. 2 dollara. Görək dişidə neçədir. Məşhur Sanidi, məşhur Sanidi. Sandinin fərqli çeşidləri də var burada. Lemonade də var. 2 dənədir, elə çox şeydir amma. Hanı? Tange Original, Smooth Orange, Lemonade. Eyni şeydir o 2 dənəsi. Eyni şey deyil. Eyni şeydir, eyni Fərqli şeydir, şeylər. eyni şeydir. Fərqli şey. Mən bu uşağa Hətta həyat öyrədə bilmədim də. bu tanışlığa başqa bir sandıqda var. Bu uşaqlar üçün göstərir. Sonra burada nələrimiz var? Allah'a. Biraz antisanitariya deson var. Daha olanlar da burada neyniyəsən? Burada da doldurublar. Yəni sənin Nə fikirləşirsən? Sərin içki tapa bilsə yaxşı olar. Bir şey deyil, gəl buradan vardı. Da gəlib 7 dollar kokteyl zada verməkdənsə. Cebdən yaxşı içkilə tap, çox danışırsan. Yaxşı içki dediyi pivədir. Pivə olmasa uzağı koladır. Yəni bunu nəzərə alın. Bananlar da ki, qaralıb ölüb. Burada bu yəni banan yeyən yoxdur, yoxsa öntər. Və təxmin etdiyimiz kimi nə aldı? Kola. Yəni bu insanı tanımaq, başa düşmək çox vaxt almır. Sağ tapılır, amma bunu heç vaxt sübut edə bilməyəcəyik. Baxın, Yox, kağız pulları bəs fərqli videolarla. Amma indi qoymuşam kaşa parti çıxarmağa. Hələ tamaşaçılar üçün, izləyicilər üçün benim, tamaşaçılar üçün məndə qəribə səslənir. Belə bir dollar verdilər. yox, orijinaldır, orijinaldır. Bəli, bunu heç kimin baxan kimi orijinallığını müəyyən edə bilmədiyi bir şeyi Cavid bəy bir yerindən ataraq orijinal olduğunu Ayıb deyir. olsun Əlində sana. flamaster yoxdur. Kim bunu yoxlasın? Flamaster ehtiyac yoxdur ki. Flamaster ehtiyac var. Yoxdur, Var. yoxdur, mən bilirəm. Gördüyünüz kimi burada plastik bəqə qoymurlar içinə. Görmədiyiniz kimi Cavid bəy saxladı bunu. Mən şey göstərirəm. Bizim YouTube kanal Unfiltered, Uncensored. Burada ancaq belə kağız torbaları qoyurlar. Yəni ASMR. Təbiətə daha ziyan vurmaq üçün. Oho, ləzzətdir, ləzzət.
Neçə dəqiqəmiz qalıb? Videonun tamamlanmağına az qalıb, amma 25 dəqiqə. gəmidə biz kola paketi almamışıq. 20 dollar verdik adama, gəlib bura kola içsək. Həmin pulu gəmidə bir günlük kola paketi alıb, istəyirəm qədər kola içəm. Zato bura gəlmişsən. Yavaşdan tərpənək. Buna nə qədər desə də güvənmək olmaz, yol tapmaq lazımdır. Yoxsa Cahit bəy artıq yoldan çıxdığını boynuna alır. Oyun kazinodaydı, rəsmi sübutlarım da var. rəsmi Bəli, Photoshop damısı. heç bir fotoşop. AI-dir, AI. Bu şimdi Emilə yenə qulaq astıq. 10 dollar bir getdi. Bir dənə də indi 10 dollar gedəcək. Cahit bəy bir şeydi bacarmaq. Mən Heç gəldikdən sən- yemək yemək istəyirəm. Mən prosta təklif elədim, bu da qəbul elədi. Yəni biabırçılıq. Downtown gəldik ki, gönəsə tapaq. Zirzibildən başqa heç nə yoxdur. Elə zirzibili bura illustration kimi qoyublar ki, gəlin baxın. Yaxşı ki, zarafatsız bura biz kvadrotsikl falan almamışıq. Kvadratskın da maraqlı Ha, olar. nəyə maraqlıdır, məsələn? Kvadratskın özünü sürmək maraqlı. O işdə indi burada yox. Amma qabaqda vəhşi pişiklər, vəhşi itlər, vəhşi eşşəklər də var desən amma. Buranın ən lüks maşını və Emil. Aradakı iki böyük fərq. Qayıtdıq VIP maşınımıza. Burada qabaqdakı daydan da soruşduq ki, bəs gəlmişsən, özü də tək gəlib. Bir çəki görək. Hə. Ondan soruşduq ki, bir gəlmişsən, nəsə görüb zat dedim. Sonra da deyir ki, heç nə tapmamışam. Yəni, həqiqətən də heç nə yoxdur. İndi gedirik, haradasa 3-ə qalıb. 10 dəqiqə. 5-in yarısında da botun içində olmalıyıq. Düzün naharı falan da qaçırdıq. Saat 3-də bitir. Amma indi əlavə bir günümüz qalıb. Sabah 4-cü gün olacaq. Bizdə 4 gecəlik idi. 4-cü gün olacaq və 5-ci gün səhəri artıq trip sona gələcək. Biraz indi son Turks and Caicos'un gözəl, möhtəşəm mənzərələri, yollar və təbiətini göstərib artıq yaxınlaşırıq bu günün sonuna. Nəhayət ki, gəlib çatdıq. Ona görə dek ki, düşən kimi qalxırsan utağa. Emil müəllim heyfslənirdi ki, o vaxtdan dek 9-da qalırdı, indi dek 2-yə salıblar. Amma biz tek 11'ə bir cəmrazda yeməyə rahat edəcəyik. Zato idman edib yersən də. Gözəl otaq göstərək, gözəl otaq. Tərtəmiz. Bundan qaytaraq. Hər gündə belə bir dənə fiqura gətirirlər. Görə bu gün nə olacaq? Yan-bayan qoyarıq. Gələ bunu qaytaraq nədir? Qaytararıq da, təlim təsirdir. Bəli, bu artıq videonun sonudur və bundan sonra o qədər yorulmuşdum ki, video çəkə bilmədim. Bu isə Cruise'in keçirdiyi onlarla maraqlı eventlərdən biridir. Digərlərini sadəcə müəyyən səbəblərə görə paylaşa bilmədim. Show coming your way. You guys are in for a treat tonight. Further ado, please put your hands together for our headliner showtime with Alfred and Seymour. Men that dress alike and they don't play any sports or sing. Sounds like Brokeback Mountain.
From a distance, they look tall, but they're actually two black hobbits. Believe it or not, they went to Harvard University for 2.5 years. They were the janitors. So put your hands and feet together for the foolish craziness of Seymour and Alfred. That's right, make some noise. Give it up, give it up, give it up. Let's go. Music make you lose your trust. Yeah, we got him up. We got him up good. He wasn't expecting that. We did it. I told you to work. Look at it. We put it together. Yeah. Hip hop and country. Yeah. That's like country and rap. Yeah. What's that? Crap. Yeah. So I guess we should probably introduce ourselves. That's right. Let them know who's who. Ladies and gentlemen, my name is Alfred. My name is Seymour. And we're from Los Angeles, California. All right. But we were made in China. Like everything else. Washy. Yummy. Terrific. How many people want to see some danger? Let me hear you say yeah. How many people want to see us get hurt? Let me hear you say yeah. All right, we got some jackass things. What can we do to get hurt? All right. How are you, man? Okay, yeah. Come on over here. Come on. How you doing? Wow, your hands are soft. What do you do for a living? Sell lotion? Oh, wow, man. It feel like a marshmallow. Any man's hands that soft gotta do something illegal. Yeah. Let me check him out. Look at it. All right. All right. Sexy. Woo! Yeah. Sexy white chocolate. Woo! Sexy vanilla. Ow! Sexy abominable snowman. Ow! Oh, wait. Ooh, look at that. He got that chia chest. Chia. Just add sweat and it grows. Papa. How do I do that? Whoa. Too far south. Somebody said, get it done. I saw that movie. It didn't end well. All right, here we go. All right, Rob, follow me. Here we go. Switch it up a bit, Rob. Put the left leg out. Now Rob, lean back a little bit, Now be cool. Alright, Rob, follow behind me, Rob. That's it, Rob. Alright, Rob, a little sugar, it's okay to be gay. That's good, right here, ready? Alright, Rob, just relax. Alright, now Rob, this part here, Rob, is gonna go through the body. When it gets to Alfred, the crowd goes wild. Follow me, here we go. Rob got this head. Alright, Rob, bring it back. Yeah. Alright, Rob, a little tricky. Follow me, a little tricky. Here we go. Yeah, whoa. By the way, those pants make your butt look big. All right, so we got
We got one more step, Rob, and you're out of here. Now, this last step is a dangerous step. This is where we move our hips. So Rob don't fart. Yeah, I can hear it. Y'all can hear it. Same thing, follow me. Rob, what's the last 9 numbers of your social security? You said 19911 something. 119. Rob, follow me. Və video sonlanmamışsa bunu da göstərmək istəyirəm ki, kruiz şirkətləri səyahətin son günü olanda kiçik bir sağollaşma mərasimi keçirirlər ki, quru sağollaşmaqdansa pozitiv enerji şəkildə turistlər səyahətini bitirsinlər və bu həqiqətən də çox gözəl alınmışdı. Onu da sizdən bölüşmək istəyirəm. Serious, we're getting closer, this isn't over. The pressure's on, you feel it, but you got it all, believe it. Where you get time, 'cause this is Africa.